bizim burada örüş torpaqlarımız olmadığına göre müraciət eləmişik. Ona göre ki, bu evimizin yaxınlığında olan Neftçala rayonunun Surra kənd bələdiyyəsinin torpaqları var. 826 hektar torpaqdır. Yani bizim de tələbimiz budur ki, biz qalmışıq kəndin içində çıxılmaz vəziyyətdə. Yani ki, bizim buradan ata-baba torpağımız olduğuna göre bizim buradan başka gedəcəyimiz bir yer qalmayıb. Yani ki, bize de xahişimiz budur ki, adiyyəti orqanlardan bize bu Surranın bələdiyyə torpağından bize buradan örüş torpağı arasın, biz de heyvan qaramızı saxlayaq, yaşayışımızı burada davam etdirək. Məndə əvvəllər 30-40 başa qədər iri buynuzlu heyvan olub. İndi örüş olmadığına göre saxlaya bilmədim. Saxlamışam, 12 baş heyvan saxlamışam. Yani ki, bizim sırf dolaşımız bundan olduğuna göre bizi ancaq tələbimiz örüş tələbidir. Aşağı Surra kəndindən bizim kəndin arasında 45-50 kilometr fərq var. Yani oradan bura gelin, burada heyvan, mesela örüş torpağında heyvan otarırlar. Bize burada icazə verilmir. Deyirlər ki, Surra bələdiyyəsinə məxsusdur, biz otarmalıyıq burada. Yani örüş sahəsində qeyri-qanuni tikirlər, hamısı öz başınalıq gedir. Yani ki, mən elə bilirəm ki, bu çəkilişdən sonra adiyyəti qurumlar hərəkətə keçər, bu işe bir son qoyular. Yani bizim burada əsas yaşanmağımızın səbəbi bizim burada örüşümüzün, heyvan qaramızın saxlanılması üçün də, ona göre de bize burada örüş ili təmin olunsun.